Başlayaq həndəsənin əsas anlayışlarında istifadə olunan düsturlardan. Bizdə həndəsənin əsas anlayışlarında şüa sayı və parça sayı düsturlarından istifadə olunur. Burada qeyd edək, şüa sayı düsturu bizdə olacaq 2 vurulsun n ki, n burada bizdə nöqtələrin sayını göstərəcək. Bir də parça və bucaq sayı düsturları var. Onları da qeyd edirik. Parça və bucaq sayı. Hər ikisinin düsturu eynidir bu arada. Parça və bucaq sayı düsturunu belə qeyd eləyəcək. N vurulsun n-1 bölünsün 2. Yenə burada bu n bizdə düz xətlərin sayıdır. Məsəl üçün, sual olaraq nə tər düşə bilər? Model sual olaraq deyirəm. Bizə deyə bilər ki, bizdə 5 dənə düz xət vardır. Həmən o müstəvidən 5 dənə düz xət keçirilmişdir. Müstəvidən 5 dənə düz xət keçibsə, alınan bucaqların sayı soruşursa, n-in yerinə 5 qoyacaqsınız. Yəni 5 dənə xət keçirilibsə, burada xətlərin sayı olacaq n şəklində. Yəni n burada qısacası xətlərin sayını bizdə göstərir. Bizdə bu düsturlardan istifadə edirik. Sonra qonşu bucaqların qaydalarına görə qonşu bucaqların cəmi bizdə olacaq 180 dərəcə. Yəni qonşu bucaqlar üçün istifadə etdiyim düstur budur. Alfa plus beta bərabərdir 180. Qarşılıqlı bucaqlar üçün istifadə etdiyim düstur bizdə qarşılıqlı bucaqlar bir-biri ilə üz-üzə baxır. Qarşılıqlı bucaqlar bizdə olacaq bərabərdir. Yəni burada alfa ilə alfa olacaq bir-birinə bərabərdir şəklində istifadə edirik. Sonra orada həndəsənin əsas anlayışlarında sırf şəkli üzərində olan düsturlar var. İndi həmən şəkilləri çəkək ki, sırf şəkli üzərində olan düsturları qeyd edək. Məsəl üçün, buraya yazıram bir dənə alfa, buraya yazıram beta. Bizdən həmişə demək olar ki, bu sualda bax bu ortadakı x bucağı soruşulur. İndi düsturun yazaq. X bucağının düsturu belədir. Alfa plus beta çıxılsın 180. Deməli, bu şəklin düsturuna görə x bucağını tapanda alfa və betanı toplayıb 180-nə çıxmaq lazımdır. Gəlirik sırf növbəti şəklə, sırf şəkli üzərində olan düstur. M hərfinin düsturu deyirik biz buna. Bura bir dənə alfa yazıram, bura bir dənə beta yazıram, ortaya da bir dənə x yazıram. Bu şəklin düsturuna görə ortadakı x bucağını tapanda alfa ilə betanı toplamaq lazımdır. Bu da M hərfinin düsturudur. Sonra baxırıq növbəti şəklimizə. Orada yenə model sualdır bizdə. Həmən şəkil bu formada olacaqdır. Belə. İndi burada yenə bucaqları qeyd edəcəm. Məsəl üçün, buraya yazıram bir dənə alfa, buraya yazıram bir dənə beta, burada yazıram bir dənə x. Bu şəklin düsturuna görə xaricdə olan bucaq, yəni x bucağını tapanda içəridəkiləri, yəni alfa və betanı toplamaq lazımdır. Yenə bu da bizdə sırf şəkli üzərində olan düsturlardan bir dənəsidir. Gəldik növbətiyə. Burada tam bucaq şəklini verəcəm. Yəni belə bir bizə bucaq verə bilər. Bu bucağın düsturuna görə bura alfa yazıram, bura beta yazıram, bura gamma yazıram. Bu şəklin düsturuna görə alfanın, betanın və gammanın cəmi bizə verəcək 360 dərəcəni. Yəni bizə qısacası tam bucağı verməlidir. Bu da bizdə model belə deyək ki, düsturlardan bir dənəsi olacaqdır. Sonra keçirəm. Bizə dördbucaqlıda lazım olası düsturlar var. Dördbucaqlıda hansı düsturlardan istifadə olunur? Orada istifadə etdiyim düsturlardan ən əsas bir dənəsi diaqonal sayı düsturu olacaqdır. Sonra daxili bucaqların cəmi düsturu olacaqdır. Bu düsturları yazaq. Deməli, birinci belə qeyd eləyəcəm. Elə dördbucaqlarda diaqonal sayı düsturu belə yazılacaqdır. Diaqonal sayı düsturumuz n vurulsun n-3 bölünsün 2. Bu bizdə ümumi diaqonallar sayıdır. Amma belə də soruşa bilər. Bir təpədən çıxan diaqonal sayı. Bir təpədən çıxan diaqonal sayı düsturu. Diaqonal qeyd eləyək sayı. Bunun düsturu olacaq n-3. Baxın, səhv salmayaq. Ümumi diaqonal sayı, elə diaqonal sayı yazacaq. N vur n-3 bölü 2. Bir təpədən çıxan diaqonal sayı olacaq. N-3. Sonra gəldim bizdə dördbucaqlının tərəflərinin sayına. Dördbucaqlının tərəflərinin sayı düsturu n-dır. N bərabərdir yazacaqsınız. 360 bölünsün alfa şitrix. Alfa şitrix bizdə xarici bucağın qiymətidir. Xarici bucaq. Və istənilən bir dördbucaqlıda daxili və xarici bucağın cəmi bizə verəcək 180 dərəcə. Amma belə deyək də, dördbucaqlıların bucaqlarının cəmi bizdə
360 dərəcəni verəcək. Bunu da bilmək lazımdır. Sonra baxırıq daxili bucaqların cəminə. Dördbucaqlarda daxili bucaqların cəmi düsturun belə yazacaqsınız. 180 vurulsun n-2. Yenə qeyd edirəm, bu bizdə dördbucaqlının daxili bucaqlarının cəmi düsturudur. 180 vurulsun n-2. Sonra gəlirik orada altı bucaqlı düsturla istifadə olunur. Düzgün altı bucaqlının perimetri 6A-dır. Bütün tərəflər bərabər olduğuna görə. Altı bucaqlının böyük diagonal düsturu 2A. Altı bucaqlının kiçik diagonal düsturu bizdə olacaq. Köşdə 3A. Yəni tərəfin biləndən sonra bunları tapmaq bizim üçün artıq sadə bir məsələdir. Bunlar belə. Sonra keçirəm parallelogram üçün lazımlı düsturlardan baxaq. Biz bilirik ki, paralleloqramın üz-üzə baxan tərəfləri olacaq bir-birinə bərabər. Yəni məsəl üçün bura A-dırsa, burada A yazmalısan, bura B-dirsə, burada B yazmalısan. Onda paralleloqramın perimetri üçün deyə bilərsən ki, qarşı tərəflərin cəmi 2A plus 2 dənə B-yə. Yəni bunu ümumiləşdirsə yazırıq 2 vurulsun A plus B şəklində. Bu bizdə bir düstur olacaq. Sonra hansı xassəni bilməlisiniz? Paralleloqramda bir tərəfə bitişik bucaqların cəmi 180-dir. Məsəl üçün, bura alfa, bura beta olsa, paralleloqram üçün bir tərəfə bitişik bucaqların cəmi olacaq 180 dərəcə. Amma üz-üzə baxan bucaqlar bərabərdir. Yəni, baxın, bu üz-üzə baxanlar, beta-betalar bizdə olacaq bir-birinə bərabər şəklində. Bu da istifadə etdiyimiz düsturlardan yenə bir dənəsi olacaqdır. Və bu yazdığım perimetr düsturu həm də düzbucaqlının perimetridir. Çünki niyə? Düzbucaqlı burada təsvir etsəm, düzbucaqlının üz-üzə baxan tərəfləri yenə bir-birinə bərabər olduğuna görə düzbucaqlının da perimetri olacaq 2 vurulsun A plus B şəklində. Sonra düzbucaqlının diagonalı üçün nə deyə bilərsiniz? Buradan düzbucaqlının diagonalını çəkirəm. Burada bir dənə düzbucaqlı üçbucaq yaranacaqdır. Diagonal buradan çəkək. Aha. Düzbucaqlı üçbucağın da bu bizdə hipotenuzudur. Yəni buna diagonal yazaq. Onda düzbucaqlının diagonal bərabərdir. Düzbucaqlı üçbucağın hipotenuzunun cavabı. Yəni yazırsınız D bərabərdir kök altında A kvadrat plus B kvadrat yazmaq olar. Bu bizə verir düzbucaqlının diagonalının qiymətini. Bu da belə. Sonra kvadrata baxsaq, kvadrat üçün nə deyə bilərsiniz? Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Eyni qaydada rombundur. Bu bizdə romb olsun. Hansı ki, bir dəqiqə. Aha, bu bizdə rombdur. Rombun da bütün tərəflər bir-birinə olacaq bərabər. Ona görə həm rombun, həm də kvadratın perimetri düsturunu belə yazmaq olar. Perimetr bərabərdir 4A-ya. Kvadratın diagonalını desəz, kvadratın diagonal düsturu olacaq bizdə A köşdə 2. O da niyə həll olur? Səbəbini izah edə bilərik. Baxın, bura düz bucaqdır. Kvadratın diagonalı tənböləndir. Yəni, bura alındı 45 dərəcə, yenə bura alındı 45 dərəcə. Və biz demişik ki, bərabər yanlı düz bucaqlı üç bucaqlarda yanlar AA olanda bizdə hipotenuz olurdu tərəfin köşdə 2-misi. Yəni, bu da bizə verəcək A köşdə 2-ni. Bu da bir düstur. Romb üçün yenə bizdə vacib düsturlardan bir dənəsi var. Onu qeyd edəcəm. Rombun biz demişdik ki, diagonallarının kvadratları cəmi bizə verirdi 4A-nın kvadratını. Bu düstur ən çox istifadə olunan düsturlardan biridir. Rombun kvadratları cəmi bərabərdir tərəfin kvadratının 4A hasilinə. Bu da bizdə bir düstur olaraq istifadə olunur. Bu da belə. Sonra başqa hansı düsturu fikirləşmirəm? Trapesiya düsturlarını artıq gedə bilərik. Trapesiyanı belə qeyd edək. Bu bizdə bir dənə trapesiya olsun. Bura olsun trapesiyanın hündürlüyü H. Buradan da bir dənə trapesiya ortaq xəttini çəkəcəm C. Bunlar tərəfləri olsun A, B. Məsəl üçün yanlarına da yazıram. Bura yazıram K. Burada yazıram bir dənə. Bərabər yanlı trapesiya olmaya bilər. Bura bir dənə M yazsam. Bərabər yanlı trapesiya fikirləşməyində yəni. Onda bu trapesiyanın perimetri olacaq bütün tərəflərinin cəmi. Yəni A-nın, B-nin, K-nın bir də M-in cəmi olacaq. Sonra trapesiyanın orta xətti, yəni C bərabərdir oturacaqları cəminin yarısı. Bu bir düstur bizdə. Sonra başqa nə deyə bilərik trapesiya üçün? Trapesiyanın sahə düsturunda qeyd edə bilərik. Hansı ki, fizikada çox istifadə edirik. Oturacaqlar topla böl yarıya. Vurursan onun deməli H-ına. Bu da bizdə trapesiyanın sahə düsturudur. Hansı ki, fizikada biz bu düsturu çox istifadə edirik. Bu da bir düstur. Sonra gəldik nəticədə çevrə düsturlarından qeyd edək. Deməli, çevrədə belə qeyd edirik. Bu bizdə çevrə olsun. Bu çevrənin mərkəzdir. Bu bizdə çevrənin radiusudur.
Buradan da qeyd edirəm, burada radiusdur. Bu hissə ümumi bizdə olacaq çevrənin diametri. Yəni nəticədə deyirsiniz ki, diametr bizdə 2 dənə radiusa bərabərdir. Bunu qeyd etmək lazımdır. Çevrənin uzunluğu düsturları S bərabərdir 2 pi r və yaxud da 2 dənə r-in yerinə diametri yaza bilərsən. O zaman düstur hansı formaya düşəcək? Pi d formasına düşəcəkdir. Bu belə. Sonra konsentrik çevrələr öyrənmişik. Konsentrik çevrələr iç-içə çevrələr deməkdir. Hansı ki, bizdə balaca çevrənin radiusu bax bu hissədir. Böyük çevrənin radiusu bax buradan bura olan bizdə hissədir. Belə qeyd eləyək də bu bizdə böyük çevrənin radiusudur. İndi deyirsiniz ki, bu konsentrik çevrələr arasında qalan halqanın qalınlığı, bax arasında qalan halqa buradır. Buranın qalınlığı. Həmən halqanın qalınlığını bir dənə A hərfi ilə işarə etsən, böyük radiusdan kiçik radiusa çıxmaq lazımdır. Yenə bu bizdə istifadə olunması düsturlardan bir dənəsidir. Bunu da demək olar. Sonra gəlim onda çevrədə mərkəzi bucağın xassəsinə. Bu bizdə çevrə olsun. Bura çevrənin mərkəzi olsun. Çevrənin mərkəzi ilə əmələ gələn bucaq bizdə olur mərkəzi bucaq. Yəni buraya yazıram alfa. Və deməlisiniz ki, mərkəz bucaq bax bu qövsə söykənib. Mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Yəni alfaya. İndi bir də bizdə küncə söykənən bucaq var. Hansı ki, küncə söykənən bucağın adına daxilə çəkilmiş bucaq demişik. Daxilə çəkilmiş bucaq bax budur. Həmişə küncə söykənməlidir. Küncə söykənən bu daxilə çəkilmiş bucaq, bax bu söykəndiyi qövs ki var ha. Söykəndiyi qövsün yarısı olur. Yəni bax bu daxilə çəkilmiş bucaq olacaq alfa bölü 2. Həm deyirsən elə mərkəzi bucağın yarısıdır. Onsuz da mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir də. Onda daxilə çəkilmiş bucaq söykəndiyi qövsün elə yenə mərkəzi bucağın yarısına bərabər olmalıdır. Bu hər zaman bu formada olacaqdır. Sonra orada bizdə kəsənlər üçün hansı ki bizdə düsturumuz var idi. O kəsənlər üçün düsturdan istifadə edə bilərik. Məsəl üçün onu da belə şəkildə biz təsvir edək. Bura çevrənin mərkəzi olsun. Buradan mərkəz götürürəm. Buradan 2 dənə çevrəyə vətərlər çəkəcəm. Bura n vətəri olsun. Məsəl üçün burada bizdə n vətəri olsun. Vətərlər arasında qalan bucağa bir alfa yazıram. Onda alfa bucağı bərabərdir m ilə n-in cəminin yarısı. Buna da deyirik biz vətərlər arasında qalan bucaq. Yəni bunu yazmaq olar. Başqa biz nəyi bilməliyik? Radius hər zaman toxunana perpendikulyardır. Çevrədə qızıl qaydalardan bir dənəsidir. Məsəl üçün bu bir dənə çevrə olsun. Bax bu bizdə çevrənin toxunanıdır. Məsəl üçün buradan radiusu çəksən, bura çevrənin radiusudur. Hər zaman avtomatik qeyd etməlisən ki, çevrənin radiusu bax onun toxunanına perpendikulyardır. Bu da bizdə ən çox istifadə etdiyim qızıl qaydalardan bir dənəsidir. Bu belə. Sonra orada indi kəsənlər arasında qalan bucaq düsturunu göstərəcəm. Onu da məsəl üçün belə yazaq. Buradan bir dənə çevrə çəkirəm. Tutalım ki, buradan bir kəsən çəkirəm. Buradan da bir kəsən çəkirəm. Bura n olsun. Yəni bu qövsün uzunluğu n olsun. Bu qövsdə m hərfi olsun. İndi bax bu kəsənlər arasında bucaq, bax bura bir alfa yazıram. Alfa bucağı bərabərdir böyük qövs çıxılsın kiçik qövsün yarısı. Bu da bizdə olacaq kəsənlər arasında qalan bucaq. Yenə istifadə olunan düsturlardan bir dənəsi. Sonra qeyd etmək lazımdır çevrədə mütənasib parçalar. O da rahat bir mövzudur. Bu çevrə olsun bizdə. Məsəl üçün buradan tutam ki çevrənin mərkəzi olsun. Buradan da 2 dənə mütənasib parça çəkirəm. İndi bunu adlandıracağım. Bura A yazıram, bura B yazıram, bura C yazıram, bura D yazıram. Qaydaya görə eyni xəttin üstündəki mütənasib parçaların hasili bir-birinə olurdu bərabər. Eyni xəttin üstündəki hasili bərabərdir. Bu oldu çevrədə mütənasib parçalar. Sonra çevrənin toxunanı və kəsəni arasında əlaqəyə baxaq. Buradan çevrənin toxunanını çəkəcəm. Bizdə kəsdi biraz. Aha, bax bu bizdə toxunandır. Bu. Bu isə bizdə çevrənin kəsənidir. Buradan da çevrənin mərkəzini götürürəm. Toxunana məsəl üçün bir dənə bunu adlandıraq da. Məsəl üçün bura yazıram A, bura yazıram B. Sonra buradan bura olan hissəyə C yazacağam. Buradan bura olan hissəyə də D yazacağam. İndi qaydamız nətərdir? Qaydaya görə bax bu toxunanın kvadratı, yəni bax bu AB-nin kvadratı bərabərdir. Bax bu kəsənin hamısı vurulsun kəsənin bax bu çöldə qalan hissəsi. Kəsənin çöldə qalan hissəsi bax buradan buradır. AC vur bax bu kəsənin hamısı, yəni AD-yə. Yenə ən çox istifadə etdiyim qaydalardan bir dənəsi də bu olacaq. Toxunanın kvadratı bərabərdir kəsənin çöldə qalanı vurulsun kəsənin hamısına.
Bu da belə. Sonra gəldik çevrənin daxilinə və xaricinə çəkilmiş üçbucaqlar mövzusuna. Deməli, bizdən məsəl üçün belə ola bilər. Bizdən soruşa bilər ki, üçbucağın xaricinə çəkilmiş çevrə. Məsəl üçün bir dənə üçbucaq götürürəm. Düz bucaqlı üçbucaq olsun da tutam ki, bunun xaricinə bir dənə çevrə çəkilibsə, deyirsən üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu, bax bu hipotenuzun yarısı olacaq. Ona görə belə qeyd eləyəcəm. Məsəl üçün R xarici yazıram bunu. Hipotenuzun yarısı olacaq. Yəni S bölünsün 2 olacaq. Bir də var ki, sən üçbucağın içərisinə çevrə çəkəsən. Bu düzbucaqlı üçbucaqdan söhbət gedir. Düzbucaqlı üçbucağın daxilinə bir çevrə çəksən, həmən o çevrənin radiusunun düsturu artıq belə olacaq. Bunu artıq kiçik yerlə işarə edirəm ki, qarışdırmayasın. R daxili yazıram. R daxili bərabərdir qaydaya görə A plus B minus C-nin yarısı. Yəni burada qeyd etdiyim A, B katetlərdir. C isə bizdə düzbucaqlı üçbucağın hipotenuzunun qiymətidir. Bu da olacaq bizdə deməli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunun düsturu. Yaxşı, bəs bunlar düzbucaqlı üçbucağı üçün idi. Bərabər tərəfli üçbucaqda nə baş verəcək? Bərabər tərəfli üçbucağın bütün tərəfləri bir-birinə bərabərdir. Burada belə qeyd etmək lazımdır. Bərabər tərəfli üçbucağın daxilinə çevrə çəkilsə, əgər daxilinə çəkilmiş çevrənin radiusu R daxili bərabərdir. Tərəfin köşdü 3-ün misli bölünsün 6. Amma R xarici bərabərdir. A köşdü 3 bölünsün 3 şəklində yazmaq lazımdır. Bu da bizdə olacaq xaricə çəkilmiş çevrənin radiusu. Bu da bir qayda. Nəhayət gəldik bərabər yanlı üçbucaq üçün nə deyə bilərsiniz? Məsəl üçün bir dənə çevrə olsun. Çevrənin daxilinə tutalım bir dənə bərabər yanlı üçbucaq çəkilibdir. Bərabər yanlı üçbucağında yan tərəflərini A ilə A şəklində qeyd edirəm. Burada da məsəl üçün bizdə burada bir alfa bucağı var. Qaydaya görə belə yazırıq. A bölünsün sinus alfa bərabərdir 2 dənə radiusa. Yəni bu qayda yalnız bərabər yanlış bucaqlar şamildir. Yenə deyirəm, A-nın sinusa nisbəti bərabərdir bizdə 2R-ə. Bu da ən çox istifadə etdiyimiz düsturlardan bir dənəsi yenə olacaqdır.